depressiya niyə təkrarlayır? Endogen ya da neyrobioloji tərəfdən baxsaq, burada bir yatqınlıq var, təkrarlayan bir periodik bir şey var deyək ki, mövsümmü ya da təsir edən başqa faktorlar təkrarlamağına səbəb olur. Ya da biopsixososial olaraq düşündüyümüzdə səbəb olan sosial faktor davam etdiyi üçün bu təkrarlayacaq. Yəni mənim ünsiyyət üsulum dəyişmir, ətraf mühitim dəyişmir. Sözsüz ki, mən sözsüz ki, vurğunu bu dəqiqə böyük vurğunu psixoloji tərəfə qoydum, psixososial tərəfə qoydum. Amma başa düşürəm ki, bioloji tərəfi inkar eləmək olmaz. Bir həkim idi, hər halda bu tərəfi də var. Hansı hormonal çatmamazlıq var. Yəni mən əgər belə çox yaddaşmışamsa, bədənim elə bir avtonom yaşayırsa, sözsüz ki, mən hansı ritmlər məni idarə eləməyə başlayacaq. Yəni gecə-gündüz ritmi, həftəlik ritmlər, aylıq ritmlər, nəsə belə ritmlər məni biraz təsir eləyəcək və məndə demək ki, hansı belə depressiv epizodlar ondan da əlaqədar olacaq. Amma bir də başqa çətinlik var ki, yəni psixoterapiya adama belə görmədiyin yerə baxmağa kömək eləyir. Yəni deyəndə ki, reaktiv depressiyanı, endogen depressiyanı ayıranda və sadə deyəndə ki, reaktiv depressiyanın və yaxud da yasın səbəbi var. Səbəbə bağlı bir keyf, əhval-ruhiyyə inməsidir. Endogenda elə bir səbəb, görünən səbəb yoxdur. Görünən səbəb yoxdur. Amma psixoloji səbəblər ola bilər. Amma o qədər incədir ki, biz onu başa düşmürük.